Son dövrlər sosial şəbəkələrdə, messengerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, bonus, lotereya, mükafat qazandığınız kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var. Böyük TV xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS ilə göndərilən bir dəfəlik şifrəni tələb etmir. Bu cür məlumatların paylaşılması kart hesabınızda şəxsi vəsaitlərin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər. Məlumatda vurğulanıb. Qeyd edilib ki, şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi, hesabınız dondurulub və ya kartınız bloklanıb kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 zəngi mərkəzinə və banka məlumat verin. Rəna Rövşənqızı, BTV.